ki, belə bir dənə funksiya var. Jx-dir. Və deyir ki, bu funksiya 24 0 nöqtəsindən keçir. Gəlin bir dənə yazaq, hər şey aydın olsun. Bir dənə imagine eləyək, baxaq bizim bu equation'ımız nəyi göstərir bizə. T çıxılsın x. Belə bir dənə button gəldi bura. Add a slider for t deyir bizə. Gəlin eləyək. Və bir dənə də bu nöqtəni yazaq tam olaraq. 24 0 deyəcəm. Label deyəcəm. Məsələn, A nöqtəsi. Nöqtəmiz buradadır gördüyünüz kimi. Deyir ki, T'nin də bir dənə qiyməti var. Hansı ki, o qiymətdir. Oradan keçir. Gəlin T'yə qiymət vereyim. 20. Bu nöqtədən keçməli. 25. 24. Aha. Rütbədən. Deməli, T 24 alanda bu nöqtədən keçir. Gəlin J0 da nədir? X-in yerinə 0 yazsaq, bu qiymətini alacaq. Elə burada da J0 yazsaq, bizə qiyməti verəcək.